Gördülər ki, İmam Cavad əleyhissalam o zəhərin çətinliyindən can verir. Susuzdur, su istəyir. Səhabələrdən biri buyurur, istədim ağaya su aparın verim. Amma Allah lənət eləsin Ümmü Fəzl, dedi, neynirsən? Dedim, görmürsən Zəhra balası susuzluqdan, o zəhərin narahatçılığından can verir, susuzdur? Dedi, bəli, görürəm. Amma icazə vermədi İmam Cavada aparıb suyu çatdırım. Dedi, qoy o halda can versin. Görün, imama necə cəfa elədi. İmam Həsən-i Müctəbə əleyhissalam da bu cür can verdi. Buyururlar, Ümmü Fəzl istəmədi İmam Cavadın dostları, yaxınları Həzrəti görsünlər. Dedi, aparın onu sarayın yuxarısında saxlayın, qoy cəmaat görməsin. 3 gün gün altında Həzrətin o mübarək cənazəsini saxladılar. 3 gün cənazə gün altında qalandan sonra dəfn elədilər.